Xətai. Bəli, mərkəzdə Çox də Şah gözəl. İsmail Xətai. Bugün Ərkinəs xanım tək gəlməyib. Həm özünün yetirməsi, həm onun layiqli davamçısı olan rəssam, pedaqoq, həm də mərkəzin meneceridir bizim dəyərli Asifə xanım. Eyni zamanda o da öz sahəsində kifayət qədər çox həvəskar və artıq peşəkar istiqamətlənən pedaqoq, rəssamımız, dəyərli qonağımız Asifə xanım Cumayeva. Xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm. Necəsiz? Yaxşı. Siz necəsiz? Təşəkkür edirik, çox sağ olun. Ərkinəs xanımın tələbəsi olduğunu demədən göstərib, məncə nitqiniz davam eləməlidir. Buyurun. Çox sağ olun. Bugün biraz biz danışmırıq, işlərimiz danışır. İnşallah ateli gəlir qabaqdan, görək bizi nə gözləyir. Bu il ilan ili idi. Biraz çətin oldu əslində mən öz adımla danışsam. Nə yaşadınız ilan ilində? İlan kimi... Süründü? Yo, niyə? İlan kimi qıvraq olduq xanımlar. Elə düşünməyin. Düşünün ki, biz ilan ilində ilan kimi qıvraq olduq və bütün maneələri belə açdıq, keçdik. Hər şeyə fincanın dolu tərəfindən baxmaq lazımdır. Düzdür, Nərim xanım mənə təsdiqləyir. Çətinliklər olsa da əsas odur ki, nəsə öyrəndik məncə, nəsə öyrənməyi bacardıq. İndi də bizi məncə qarşıda gözəl bir il gözləyir. Görək nə olur. Ateliyə hər birimiz üçün gözəl nailiyyətlər, uğurlar gətirsin. Əslində mənə çox maraqlıdır ki, sir art ideya hardan gəldi? Ərkinəs xanım, daha yaxından istəyəcəm elə bu ideyanın hekayəsi ilə bağlı bizə məlumat verəsiniz. Necə yarandı bu ideya? Hekayə necədir? Sir artın hekayəsi? Böyük məmnuniyyətlə. Əslində bizim rəhbərimiz Səriyə xanımdır. Səriyə xanımın təklifi ilə, uzun illər israrı ilə Səriyə xanım mənim şagirdim olub. Asifə xanım da Səriyə xanımın şagirdidir. Biz belə nəsil bir şeydən bəli, davam eləyirik. Amma həmişə bu üçlük bir yerdə araşdırmalarımızı aparırıq, bir yerdə işləyirik. Və həmişə arzumuz Səriyə xanımla məşğul olanda uşaqlıqdan bəri onun gözü həmişə rəsmlərə, əsərlərə baxanda parlayırdı və həmişə deyirdi ki, vaxt gələcək müəllimə, mən böyüyəcəm və biz bir yerdə işləyəcəyik. Bu iş genişləndirəcəyik. Bir pedaqoq kimi, bəli, rəsmən manifesti, bir pedaqoq kimi mən istəyirəm ki, mən necə sizdən örnək almışam, istəyəcəm ki, məndən də və sizdən də davamlı örnək alsınlar. Və beləcə biz sir art kurslarını Səriyə xanım yaratdı. Biz orada çalışmağa başladıq. Amma sir art adlanmasını mən təklif etdim, boynuma alıram. Çünki mənə elə gəlir ki, incəsənət bir sirdir və bu sirri görmək yox, hiss eləmək, açmaq yox. Bu sirrin içərisində sirr olmaq lazımdır. Ona görə şagirdlərimə həmişə deyirəm ki, sir olaraq gəlirsiniz, burada öz sirrinizi yaradın. Buradan bir sirr aparın. Mən demirəm, gəlin bizi açın, kəşf eləyin, tapdım. Bu sir niyə qoymusunuz, tapdım? Xeyr. Burada bu incəsənətin sirrinin içərisində siz də bir damla, bir sir yaradın və o sirri özünüzlə aparın, o sirri daşıyın. Sir həmişə cazibədar olub, həmişə cəlb edici olub. Ona görə sirli qalıb. Bəli, həmişə də sirli qalıb. Həqiqətən də kifayət qədər rəsimlərdən belə anlayışı olan, heç anlayışı olmayanlar belə rəsimlərin nə qədər sirli, yəni mən düşünürəm ki, rəsimlərin özlərində belə sirlər var həqiqətən də.